Sualda qeyd edilir ki, eyni vaxtda 2 ümrə etmək olarmı? Ümumiyyətlə, yəni bir səfərdə 2 ümrə etmək məsələsi ixtilaflıdır. İxtilaflı məsələdir. Misal üçün, necə ki qeyd elədik, Ayşə radiyallahu anhə qiyaqlarım hədisi, Ayşə radiyallahu anhə Peyğəmbər sallallahu əleyhi deyir ki, Abdurrahmana, Əbu Bakr radiyallahu anh oğluna, Ayşə radiyallahu anhənin qardaşına deyir, götür Ayşəni, möminlərin anasını, apar miqata və gətir. Bu ixtilaf məsələ buradadır ki, bax, bəziləri qeyd edirlər ki, olar. Peyğəmbər sallallahu əleyhi Ayşə radiyallahu anhə dedi ki, getsin miqata elə bir səfər idi. Ümrə niyyət edib təzədən qayıtsın. O birisilər də deyir ki, Abdurrahman amma burada eləmir. Abdurrahman sadəcə gedir və qayıdır onun yanında və ümrə niyyəti ilə qayıtmır. Ümumiyyətlə necədir? Ən gözəli sözsüz ki, odur ki, insan bir səfərdə elə bir ümr eləsin. Amma ehtiyac varsa buna, eləyə bilər. Bir səfərdə 2 ümrə də elə bilər və yaxud ondan daha çox da elə bilər. Uzun müddətli qalır orada və bilir ki, elə bir imkan yoxdur gəlməyə, getməyə. Və o halda Allahın izni ilə öz yeri üçün və yaxud kiminsə yeri üçün, ola bilsin kimsə yaxınlarına niyyətli olubdur ümrə üçün və dünyasını dəyişibdir. Onun yerinə gedib niyyətlənir miqatda və qayıdır ümrəsini eləyir. Allah daha doğrusunu bilir və bunu eləmək olar. Yəni ki, alimlər icazə verir. Amma qayıtsaq məsələ necə ki, başda qeyd elədik, ən gözəli sözsüz ki odur ki, insan bir səfərdə bir ümrə eləməsi. Allah daha doğrusunu bilir. Hər bir halda ixtilaflı məsələdir. Necə qeyd elədik. Əgər ehtiyac varsa insana, eləyə bilər. Heç problem yoxdur.